Balakən şəhərinin Mahmalar kəndində həyət yanı ev satışa çıxarılır. Balakən çayının tam kənarında yerləşir. Satışa çıxarılan ev. Gördüyünüz kimi mənzaralı yerdə yerləşir. Ön tərəfdə gördüyünüz Balakən çayıdır. Gördüyünüz bu hissə də satılan evə aiddir. İçərisində fındıq tomalardır. Obşi 22 sot torpağı var. Balakən çayının tam kənarıdır. İçərisində bir neçə bar verən fındıq tomaları var. Satışa çıxarılan ev çay səviyyəsindən gördüyünüz kimi hündürdə yerləşir. Girişin sol tərəfində qeyd etdiyim fındıq bağıdır. Qonşular ilə aralıq yan tərəfdən kubik daş ilə hasar alınmışdır. Gördüyünüz bağ torpaq səviyyəsindən, yəni satışa çıxarılan evin torpaq səviyyəsindən biraz aşağıda yerləşir. Gördüyünüz su xəttidir, suyu, qazı, işığı, internet xətti. Hamısı işlək haldadır. Girişdə belə yardımcı binalar var. Bar verən bir neçə cür meyvə ağaçları. Həyətinə aid açıq navesti var. Həyətinə aid ayaq yolusudur. Yenə belə bir navest tipli tikili var. Çardaqlıdır. Həyətində qeyd etdiyim kimi yardımcı evdir. Həyətində ikinci açıq navesdir. 2 dənə açıq naves var. Həyətində yay mətbəxi kimi istifadə olunan belə bir otaqdır. Yer emlakdır. Bu hissədə evin hamamıdır. Hamamı təmirlidir, gördüyünüz kimi. İşlək haldadır. Ehtiyat sükanıdır. 2 adet belə bir ehtiyat sükanları var. Bu hissədə ambar kimi istifadə olunur. Yay mətbəxinin arxa tərəfi.
gördüğünüz kimi dağlara yaxın bir məsafədə yerləşir. Balakən çayının tam kənarında yerləşir. Padvalına giriş qapısı qoyulmuşdur. Yəni padval kimi istifadə edə bilərsiniz. Evin girəcəyində belə bir naves tiplidir. Yəni gördüyünüz kimi pay torpağı da var, həyət yanısı da var. Hamısının ayrı-ayrılıqda kupçaları var. Yəni kupçalıdır. 11 plakan torpaq səviyyəsindən hündürdə tikilmişdir. Girəcəyin sağ tərəfində evin mətbəxtidir. İkinci otaq. Pəncərələr kütayına plastikdir. Dağlara yaxın bir məsafədə yerləşir. Satışa çıxarılan ev gördüyünüz kimi 3 otaqdan ibarətdir və bir mətbəxti var. Hamamın ayaq yolusu həyətindədir. Yəni evin içərisində yoxdur. Bu qonaq otağıdır. Genişdir. İnternet xətti işlək haldadır. Evin isidilməsi adi İran peçidir. Deməli, evin qiyməti 70 min manata təklif olunur. Rayon ilə də barter oluna bilər. Çünki evdə yaşlı qadın yaşayır. Torpaq sahəsi böyük olduğu üçün, yəni rayon evi ilə də barter oluna bilər. Balaca bir ev ilə. Hər ikisinin ayrı-ayrılıqda kupçası var. Gördüyünüz kimi 2 dənə kupçadan ibarətdir. Qiyməti 70 min manata təklif olunur.